Salam aleyküm, hardayam? Hökməli Qov yolundayam. Bir dənə sizə yola yaxın məsafədə 4 otaqlı möhtəşəmin möhtəşəmi qiymətə. Bir dənə baba, ev dövrü saraylı. Axıra qədər bax, pul vermə. Bu evdən pul istəmirəm. Bir dənə qəşəng qiymətədir. Həyətə bax, səliqə, səhman, güllü çiçəklə həyət, qazı, suyu, işığı, bütün şotçiklər var. Bir dənə bu buldoqdan qutara bilsin, çəkəcəm evi rahatlıqla. Buydu. Koridor sistemidir. 4 dənə yataq otağıdır. Bir dənə böyük mətbəxdir. Əla. Ev almaq fikrindəsənsə, bura sənin üçün ideal variantdır. Baxın, radiatorları hamısı var. Axıra qədər baxın. İnşallah bir qənaətə gələrsiniz. Baxın, qutandan sonra. Bir dənə burada dediskisidir. Ora yataq idi. Bura bir dənə dediskisidir. Ölçülər yaxşıdır. Baxın, hər tərəf bəzənilib. Buradan da gəldik. Yəni də burada dediskli otaqdır. Görürsünüz, ölçülər gözəldir. Tam əşyalı. Tam əşya. İçəridə nə varsa qalacaq. Bax, burada bir dənə qəşəng zalıdır. Zalın ölçüsü yaxşıdır. Elektronikdə qanaşqa. Bütün əşyalar qalmaq şərtilə mətbəxdə göstərəcəm. Elə göstərməmişəm. Bütün əşyalar qalmaq şərtindən 50.000 manata. Əşyasız amma 47.500 manata. 4 otaqlı ev. Sual verirəm. Yuxarısının şifri çerpitsa. Qazı, suyu, işığı olan bir yerdə harda var? Heç yanda yoxdur. Yaşıl market tərəfdədir evin ünvanı da. Ölçülər çox yaxşıdır. Divan dəstəsi da hamısı qalacaq. Burada hamama ayrı, sanuzel ayrıdır. Baxın, ölçülər genişdir. Yuxarısı asma tavandır. Hər şey fikirləşirik bu evdə. Bir dənə burada bunu otaqdan hesablasın. Yəni bu 5 otaq düşür demək olar ki. Burada bir dənə mətbəxdir. Mətbəxdir. Ölçün görürsüz də. Burada pişirdin, oturdun burada yedin. Yəni hər şeyi başa salıram. Yəni bu qiymətə belə bir ev çıxmır satışa. Yəni çıxsa da çox qalmır. 2 gün, 3 günə satılır. Sonra deyirsən ki, niyə gəlib vaxtında almadın? Vallahi qaçırası evdir. Şəxsi tikili 4 otaqlı ev heç yanda qiymətə yoxdur. Gördün ölçüləri. Bütün əşyalar qalmaq şərti ilə dedim. Buranın da divanı var, oranın da divanı var. Qurtarmadı ay. Və plus mansar var. Mansar var, plus bir dənə mətbəx var. Ben işıqlardan yanında buradan. Burada ayrıca qladovkadır. İstəsən mətbəxi keçidə bilərsən bura, istəsən qala da bilər. Buradan da mansara xodu var. Mansara çıxırsan, artıq istəsən onu düzəldib otaq kimi yarada bilərsən. Yəni bura qladovkasıdır. Yəni hər qiymətə əldə evlərimiz var bugünkü gündə. Əlaqə saxlayın inşallah, bu qiymətə görə ideal variantdır. Sağ olun, var olun.